Müəllimlər, digər dərsimiz bizim inteqrasiya idi, düzdür? Yoxsa məktəb qədər yaşlı uşaqların musiqi təhsil və tərbiyəsində istifadə olunan metodları idi. Hə, kim danışar metodları? Müəllim, hansı dərsdən danışırsınız? Bizim dərsimiz, üçüncü dərsi danışdıq da, dördüncü dərs. Dördüncü dərs. Bildim, müəllim. Dördüncü mövzudan danışırsınız. Bəli. Aha. Evet, üç metodumuz var da bizim. Vizual, şifahi, praktik metodumuz var. Vizual, şifahi və praktik metod. Düzdür, praktik metod var, düzdür. Aha. İndi siz mənə deyin, görün mənə, bu metodlar nə üçün istifadə olunur? Mən bu metodlar məktəbə qədər təlimində istifadə olunur. Bir-biriyle əlaqəlidir işte. Aha. İndi bu necə deyərik? Hansı metodların adını çəkirik biz müəllimlər? Vizual metodun adını çəkirik, müəllim, şifahi metodun adını çəkirik, bir də praktik metodun adını çəkirik. Aha. Deyin görün mənə, bax bunların ümumiyyətlə anlayışları kim verə bilər? Vizual nədir? Şifahi nədir? Praktik nədir? Mən bir məsəl üçün verim lazım. Mən verə bilərəm vizual metodu, digər müəllimlər versin. Hə, yaxşı, problem deyil, buyurun. Mən vizual metod odur ki, uşaqlara ətrafdakı reallığı, hadisələri, konkret danışmalıdır, göstərməlidir, insanların, heyvanların, hissləri, hərəkətləri haqqında danışmalıdır. Aha. Vizual metodda bir növ olaraq elə bir ki, şeirə ayrılır. Həm vizual görmə, həm də vizual eşitmə. Aha. Yəni iki komponentizdə. Vizual eşitmə odur ki, bu müəllim tərəfindən olur da, musiqi müəllim tərəfindən musiqi əsərinin ifa olunması bu metodun əsas məqsədidir. Ki, yəni burada musiqi əsəri ifa olunmalıdır. Beləliklə musiqi müəllimi uşaqlarda musiqi əsərləri rəqbət hissini oyadır, emosional hissi oyadır. Bu hissləri oyatmaq üçün musiqi müəllimi bunu ifadələr çalmalıdır, əsəri yəni. Aydın ifadələr çalmalıdır ki, o uşaqlarda rəqbət hissini oyada bilsin. Aha. Vizual görmə isə ancaq şəkillər, rəsmlər, kartlar vasitəsilə uşaqlara təxəyyülünü inkişaf elətdirir bir növ. Musiqi əsərlə tanış etmək də məsələn uşaqların təxəyyülünü inkişaf etdirə bilir. Nə bilim, oyunlar, məşqlər, musiqi əsərində ifa etmək, hərəkətlərin nümayişi, portretlər, bunlar hamısı, yəni bunlar vizual görmədir. Bunlar uşaqların təxəyyülünü inkişaf elətdirir. Aha. Aha, yaxşı. Bəs toxunma əyanəliyi nədir? Toxunma əyanəliyi var.